Gəl Natiq Adilov desin, mən pərdə arxasından deyəcəm. İlham Əliyevin dostu İngiltərə şahzadəsi Andrew'nu taşıdığı titullardan, sahib olduğu medallardan, bir çox imtiyazlardan məhrum edib. Bu barədə sərəncamı İngiltərə kralı Charles imzalayıb. O, öz qardaşına sadaladığım sanksiyalara məruz qoyub. Eyni zamanda qərar qəbul ediblər ki, Şahzadə Andrew yaşadığı malikanədən də qovulub, başqa bir evə köçürülüb. Niyə? Bunun səbəbi Amerikada baş verən məşhur bir skandalla bağlıdır. Epstein cinayətini siz bilirsiniz. Bu Amerikada biznesmen idi. Az yaşlı qızların bazarlanmasıyla, pezevənliyi ilə məşğul idi. Şahzadə Andrew'nun da bu işdə adı keçirdi. Az yaşlı bir qızla o 3 dəfə əlaqəyə girmişdi. Bu qız hadisə barəsində mətbuata danışmışdı. Bu barədə yazırdı. Uzun müddət idi bu proses gedirdi. Yercəm düşən o qız da 41 yaşında aprel ayında intihar edib. Söz-söhbət o yerə gəlib çatdı ki, artıq kral ailəsi taxta düşün, təyənə sayılacaq bu şəxsdən imtina etdi. Sözümüzün əvvəlinə gəldik. Bilməyənlər üçün xatırladım ki, Şahzadə Andrew İlham Əliyevin girani dostlarından biri idi. Bu adam Azərbaycanı su yoluna döndərmişdi. Son, nə bilim, 20 ildə 25 dəfə, 30 dəfə Azərbaycana səfər etmişdi. Səfərlər o qədər intensiv idi ki, Britaniya mətbuatı bu barədə qalaq-qalaq məqalələr yazırdı ki, bu adamın orada nə iş? Kralın balaca qardaşı, Kral 3. Charles, mən o ailəyə yenə deyiləm, böyük hörmətim var, onun balaca qardaşı artıq nəsildən sildilər. Artıq üzdən İraq adam kimi onun nəsildən kökdən sildilər və kralın balaca qardaşı Andrea Bakıya gəlirmiş və Bakıda, hətta İngiltərə, Britaniya mətbuatında niyə Bakıya gəlir bu qədər? İldə bir neçə dəfə Bakıya gəlir və hər dəfə gələndə, nərdəsə ayda bir dəfə gəlir. Hələ bu bilinməyən çox gəlir, amma bilinən belə azdır. Son 10 ildə nə qədər vaxtdasa 25 dəfə gəlib. Və gələndə hər dəfə Viagra ilə mıxını durğuzurdu. İlham Əliyev onun qabağına 12, 15, 13 yaşında qız qoyurdu. İlham Əliyev paparozadır. İlham Əliyev bilirsiniz nədir? Pezevənç. İlham Əliyev pezevənçdir. İndi sabahdan yazanda, Əliyev yazanda, diktator Əliyev yazıram. Sabahdan yazacağım Pezevənç Əliyev, Pezevənç Əliyev. Yəni, İlham Əliyev 3. Charles'in qardaşı, kral ailəsinin ən balaca varisi bütün hər şeydən məhrum edildi. Nəyə görə? Pedofilliyə görə. Amerikada cinayət işində adı keçsə də bütün Britaniya mətbuatı bilirdi ki, İlham Əliyevdən dodaq-dodağa görüşür. İlham Əliyevdən bir yerdə bazlığa girir. İlham Əliyevdən bir yerdə 12, 15, 13, 9 yaşında qızlarla, 9 balaca körpə uşaqlarla pedofillik eləyir İlham Əliyevdən. Və İlham Əliyevin zibilinə keçdi. İlham Əliyev nə eləməyib? İlham Əliyev anasını ağlatdı. İlham Əliyev dünyanın içinə etdi. İranın prezidentini bunun əllə öldürdülər. Avropanın hansı ölkəsi idi? Hansı ölkəsi baş naziri bunu güllə atdılar bundan görüşənin 3 gün sonra. Sonra nə oldu? Hansı diktatora salam verdi, tak getdi. Birinci yerdə söz yox. Bu işlərə baxan Erdoğandır. Daha doğrusu Erdoğan yox, Şərdoğandır. Neyse, birinci yerdə odur. İkinci yerdə İlham Əliyevdir ki, ayağının nuruna tüpürəsə ayağının nuruna İlham Əliyevin cındırın şərəfsini alçağın biridir. Baxın, 3. Charles'in balaca qardaşını İlham Əliyev yoldan çıxartdı. İlham Əliyevdən dodaq-dodağa görüşürdü. İlham Əliyevin hakimiyyətdə qalması kral ailəsinin, yəni Charles'in balaca qardaşı olaraq ən dəhşətlisi nədir? Düzən üçün, nizam üçün, haqq üçün 3. Charles öz qardaşını məhv elədi. Ona görə bilin ki, mən də onun kimi bir adamam. Sabah nizam üçün, düzən üçün öz qardaşımı bir göz qırpımında məhv eləməyə qadirəm. Zaten mənim keçmişimi bilənlər bilir. Onlar ikisi də mənim əskərim olubdu. Bilənlər bilir, məndən balacalar. Yəni, dəyərli əmətələr, dəyərli soydaşlar. 3. Charles'in balaca qardaşı, təsəvvür edin ki, İlham Əliyevi kral ailəsinə xahiş eləyən, zad eləyən, nə bola bir də ayılıblar ki, oyda! Bir də kral ayılıb ki, oyda! Hələ, Yelzavet də bilmişdi, bildiyim qədərindən görməməzlikdən gəlmişdi. Bir də ayılıblar ki, İlham Əliyevə qoşulubdur narkomana, uşağınız kimi küçə uşağına qoşulur, narkomana. Hat dəli olursunuz, ay valideynlər. Bir də kral ailəsi görüb ki, bu adam sən demə gedirmiş oraya, yalandan bəhanə edilmiş kürələr şəhəri, nə şəhəri. Sən demə bu adam gedib İlham Əliyevdən 12, 10, 9 yaşında qızlar bir şey eləyirmiş. Təsəvvür edilsinizmi dəyərli həmvətənlər? Ona görə İlham Əliyev qalıb da, İlham Əliyev hakimiyyəti necə qalıb? Nefti Amerikaya yedizdiribdi. Britaniyaya nefti BP ilə yedizdirməklə yanaşı, kral ailəsinin balaca varisinə 10 yaşında qızlar təşkil eləyibdi. Nədir? Pezevənçdir də bu İlham Əliyev. Arvadını Medvedevə veribdi, Lukashenko'ya veribdi, Netanyahu'ya veribdi. Və İlham Əliyev belə qalıb da nə? Və prezident belə qalıb da nə? Üzünə.